qanunların sərtləşdirilməsi lazımdır, amma bu çıxış yoludur mu? Yox. Mən sizin televiziyaya təşəkkür edirəm ki, ən azından biz neçə dəfə sizin efirinizdə bu həyəcan təbirini çaldık. Reallığı demək lazımdır. Biz televiziyalarımızda mənəvi dəyərlərimizi təmin etməliyik. Problemləri qaldırmalıyıq. Bu problemlərdən çıxış yolu axtarmalıyıq. Biz o aşınmanı, mənəvi, o tənəzzülü təbliğ etməli deyilik. Elə o sosial verilişlərin qəhrəmanları dırnaq arası kimlərdir? Cahil toplum, təhsilə deyil. Yəni bilərək, bilməyərək bu digər məsələlərə əl atanlar, erkən nigahlar, uşağını tez evləndirənlər, qoşulub qaçanlar, yəni də dövlətin heç bir qayda qanununa riayət etməyənlərdir. Bir kəlmə Yəni, tamamilə doğrudur və bu kimi şeylərdə, mən bunu dəfələrlə demişəm, verilişlərlə bağlı, bu kimi məsələlərdə bu məsələləri adiləşdirir. Yəni, biz filan kəsi efirə çağırırıq, sanki onu qəhrəman kimi təqdim edirik və bu cəmiyyətdə adiləşir. Bu yanlışdır və burada da, baxın, sosial media güclü silahdır. Bizim ziyalılarımız, yazıçılarımız, şairlərimiz, hamı, yalnız televiziya yox, hamı bu məsələnin üzərinə getməlidir. İctimai qınaq olmalıdır, ciddi bir formada, vətəndaş mövqeyi olmalıdır. Yəni, mən keçən dəfə də çıxışımda dedim ki, yəni bu kənddə, bu rayonda, bu ərazidə bir nəfər adam buna bir etirazını bildirməli. Bir dövlət qurumu qarşısında bir məsələ qaldırmadı və buradan biz sizin efir vasitəsilə yenidən valideynlərə müraciət edirik. Qızlarına, yəni bunlar belə baxır, 15-16 yaşı oldu, bunu tez ərə verək. Baxın, bax, bu da nəticə. Nəticə budur. Yəni, uşaq özünü dərk etməmiş, formalaşmamış, yəni ailə anlamalıdır ki, bu faciəni yaşamamaq üçün buna getməməlidir. Yəni, və strukturlar da, indi icra strukturları var, bələdiyyə var, aidiyyatlı qurumlar var. Onlar da bu məsələni özləri xüsusi diqqətdə saxlamalıdırlar. Və bu necə olur ki, baxın, bunun yəqin ki, bir həlsi olubdur. Yəqin ki, bunun bir elçiliyi olubdur. Ətrafdakı qohumlar da, insanlar da bilir. İndi hamı deyir, dövlət tədbir görsün, görsün, görür, görəcək. Bəs yaxşı, insanlarımız, şadlıq edir. Qınaqlar olmalıdır. Əlbəttə, yəni bir ətrafda, mən yenə deyim, o kənddə yəqin ki, bir ziyalı var, yəqin ki, o ailədə var, ətrafda var, ağsaqqal var. Bunlar, bu özdəki necədir? Baxın, yəni bu proses hələ 17 yaşdan əvvəl gedən prosesdir. Belə çıxır ki, bəlkə də bir il, biraz aşağı, biraz yuxarı, bunlar hansısa bir proses olur. Sonra isə artıq məsələ gəlibdir toy məsələsi.